Salam dostlar. Xiponla bugün internetə necə qoşulmağı göstərəcəm. Bildiyiniz kimi Xipon bağlanıb nar nömrələrdə çox adam işlədəmir. Çox adam mənə tez-tez yazırlar ki, niyə qoşulmur belə. Qoşulur, amma biraz gec qoşulur. Mən də sizə göstərəcəm necə qoşmaq lazımdır. Xipon handləri yükləyirik. Xipon handləri yükləməli hökmən marketdə olandan işləməyəcək. Xipon handləri yüklədikdən sonra handler menüdən bura www.nar.az yazırıq. Aşağıda 80 yazırıq. Dostlar, indi gördüyünüz kimi mən qoşacağım. Balansı da yoxlayacağım hamısının pul olmadığını. Baxın dostlar. Mən vurdum. Dostlar, gördüyünüz kimi qoşulmur. Belə olduğu halda dayandırırıq. Təzədən bir də vururuq. Yenə dayandırırıq. 3-4 dəfə ola bilər belə olsun. Amma qoşulandan sonra ayrılmır. Yenə vururuq təzədən. Dayandırırıq. Təzədən vururuq. Yine dayandırdıq. Yine təzədən vururuq. Dayandırırıq. Vururuq təzədən. Gördüyünüz kimi dostlar qoşuldu. Hardasa elə vaxtı 4 dəfəyə olur, elə vaxtı 5 dəfəyə, 6 dəfəyə, 7 dəfəyə kimi belə olur. Amma ki qoşulur. Qoşulduqdan sonra rahat istifadə edə bilirsiniz dostlar. Mən sizə balansı göstərim hal-hazırda. Balans 1 qəpik. Bu yəni nə çıxmır, nə heç bu yəni balans sayılmır. Gördüğünüz kimi internet paketim de yoxdur. Mən səhv dedim sizə, balans 1 qəpik deyil, balans 0.0.1. Yəni yoxdur balansım, yox halındadır da, yəni girir bu. Dostlar, belə etsöz, yəni ki 3 dəfə, 4 dəfə, 5 dəfə, 6 dəfə, 7 dəfə amma qoşulacaq. Qoşulduqdan sonra rahat istifadə edə bilərsiniz. Sağ olun dostlar. Videonu bəyənsiniz, çox sevinərəm. Bəzi dostlar videonu bəyənmək yerinə bəyənməməyə vurub, mən bilməm olar kimdir, niyə interneti paylaşdığıma görə onu eləyirlər. Belə də ki, yaxşı edirəm paylaşıram, pulsuz olan şey niyə pulunu satmalı yox. Onun üçün də mən belə tapdığım halda hamısını paylaşacağım. Sağ olun dostlar.